Salam hörmətli izləyicilər, demək Bilbələrdə yeni mənzildə elektrik işləri aparılır. Demək böyüklərin yataq otağıdır. Böyüklərin yataq otağında bu hissədə yerləşəcək qardırob. Qardırobda demək bura 60 sm dərinliyində bağlanacaq. Alçıpantılarla bağlanacaq və həmin bizdən sonra bağlandığı üçün biz burada demək xəttlərimizi atmışıq. Sonra alçıpanla bağlananda xətt alçıpan içərisində qalacaq. Və burada nəzərdə tutulub demək otağın paylayıcı şitdən gələn bütün xəttlər bu otaqdan daxil olub. Digər qonşu otaq zal, studiya, mətbəxdir. Onların əsas güc kabelləri gedir və digər bu hissədən demək qalxır bu otağın bütaniyəsi və demək əlaqə kabeli. Bu hissədə demək böyük çarpayıdır. Çarpayının sağında və solunda vukulçater rozetkalardır. 180 sm-da demək burada buralar yerləşib. Hər bir bura öz yanından yanıb sönəcəkdir. Bu otaqda pavyon yoxdur. Demək aşağı rozetkalar, hündürlüklər 65 sm, buralar 180 sm. Və bu hissədə bizdə yerləşir 65-də digər rozetka və 110 sm-da digər rozetka. Və bu hissədən hərəkət edir. Demək TV bloku, TV blokunda TV xətti, internet xətti və güc kabeli. Və bu hissədən digər rozetkaya əlaqədar kabel çəkilmişdir. Həmin kabel demək burada qutumuz 65 sm və digər rozetkamız 110 sm-da yerləşir. Və digər xəttimiz isə demək balkonda kondisionerin kompresor bloku yerləşəcək. Həmin kompresor bloka demək bizim güc kabeli çəkilmişdir. Şitdən birbaşa. Demək balkonda dağıntı işləri olmasın deyə bu hissədən rigərdən çıxış edərək çöldə plafon üçün xətt çəkilmişdir. Bir plajeniya pəncərənin üstündə, digər qonşu otaqda isə balkona çıxış olduğu üçün bir plajeniya plafon üçün də xətt ora çəkilmişdir. Və bu hissədən əlaqədar kabel çəkilib. Demək bizdən aşağıdan bu hissədən işıqlanmaya gedən əsas kabellərimiz burayla çəkilib. 4 vur 1 yarım, 4 vur 1 yarımı 2 vur 1 yarım bu hissəyə, 2 vur 1 yarım digər plafon üçün çəkilib. Və burada pavyon vardır. Pavyonda demək pavyon xətti bizə balkonun digər başı iləndir, pəncərə girişi iləndir və həmin girişlə bu hissədəki giriş pavyondur. Buradakı işıqlanma plafonlarını yandırıb söndürmə olacaq hər iki tərəfdən. Pavyon xətti kabel isə bu hissəyə çəkilmişdir və buradan daxil olur, bu hissədən çıxış edir. Digər isə bizdə burada 50 sm-da rozetkan təyin olunmuşdur. Həmin rozetkalar öz bütaniyəsini kombidən götürüb. Kombi xəttimiz isə birbaşa şitdən birbaşa şitdən mətbəxlə birbaşa şitdən gəlir. Buradan 2 ədəd bütaniya kabel gedir. 1 ədəd buradakı rozetka üçün və digəri isə 1 ədəd rozetka buradakı üçün, digər isə burada bu hissədə yerləşən 50 sm-lık rozetka üçün. Demək balkonda bayaq qeyd etdiyim kimi kondisionerin kompresor blokunun güc kabelidir, çıxış edib və bu hissədə isə qaz detektorun xətti çəkilmişdir. Klapan üçün gələn xətt.
Demək, bura holdur, koridordur. Koridorda giriş qapısının yanında 50 santıda bizə rozetka nəzərdə tutulub və 90 santıda vukulçatel. Burada 160 santıda bizə domofon nəzərdə tutulub. Domofonun demək çöllə əlaqələnmiş kabeli və pitaniya xətti bura çəkilmişdir. Demək, digər burada da bir ədəd əlavə biz burada kondisioner yerləşəcək. Həmin kondisioner üçün güc kabeli birbaşa şitdən çəkilmişdir. Burada bu divar demək yüzdə yerləşəcək qardırop. Qardırobun içərisində dizayn əsasən demək şitimiz gizli olacaq, qardırobun içərisində olacaq. Demək əsas elektrik paylayıcı şitimiz və TV internet paylayıcı kutumuz olacaq. Demək, koridorda işıqlanması nəzərdə tutulub. Gizli işıq və 2 palajen spot. Bu hissədə bizə dizayn əsasən güzgü yerləşir. Güzgünün yanında gizli işıq var, güzgü arxasında və burada bir ədəd bura yerləşir. Həmin bura üçün bu hissədən bir palajen kabel çəkilmişdir. Və bizə burada sanitar qovşağı yerləşir. Sanitar qovşağına birbaşa işdən güc kabeli çəkilmişdir. Demək, yerdən 50 santıda rozetka, 90 santıda vukulçatel. İçəri sanitar qovşağının işıqlanmasında 3 palajeniya xətt aparılmışdır. 3 palajeniyanın demək 2 palajeniyası işıqlanma, 1 palajeniyası fan. Və bu hissədə bizdə sanitar qovşağında yerləşir. Dizayn əsasən polkalar nəzərdə tutulub. Həmin polkalarda gizli işıq olacaqdır və gizli işıq üçün pitaniya çəkilmişdir. Və burada bizdə güzgü var. Güzgü üçün burada bizdə işıqlanma kabeli gətirilmişdir. Bizdə burada demək rozetka olacaq. Sıfır demək yerdən 110 santı. Onu hələ ki saxlamışıq. Çünki sanitar qovşağının sıfırı tam bəlli olsun. Onu digər divardan qarşıda arxa tərəfdən xəttin içəri aparacaq. Və güzgünün işıqlanması həmin oradan içəri əlaqələndirəcək. Demək, bu hissədə bizə yerləşir unitaz. Unitaz üzərində demək, burada polkalar olacaq. Həmin polkalarda gizli işıqlar təyin olunub. Gizli işıqlar arasında pitaniya xətti çəkilmişdir. Bura bizdə zal, studiya, mətbəxdir. Zal, studiya, mətbəxdə demək giriş demək girişində yerləşir 50 sm rozetka, 90-da vukulçatellər. Vukulçatellər demək nəzərdə tutulub 2 palajeniya lüstr və 1 palajeniya demək burada layihədə göstərilib reys gizli işıq. Həmin reys gizli işıq üçün 1 palajeniya kabel xətti çəkilmişdir. Mətbəxin demək, həm də zal studiya mətbəxin girişi birbaşa işdən gəlmişdir. Bizdə bu hissədə yerləşir soyuducu. Soyuducu birbaşa işdən gəlir. Və bu hissədə bizdə yerləşir demək moyka. Moyka üçün demək burada nəzərdə moykanın demək zibil doğrayıcı həmin aparatın demək aparatça burada güc pitaniyası nəzərdə tutulub, rozetka nəzərdə tutulub və rozetka vukulçatellə idarə olunacaq. Vukulçatel bu hissədə yerləşəcək. Demək, masaüstü rozetkanın yanında vukulçatel olacaq. Vukulçatel bu rozetkanın söndürüb yandıracaq. Demək, idarə etməsi bu hissədən olacaq. Və digər hissədə bizdə yenə də rozetka vukulçateldir və buradakı vukulçatel isə demək, mətbəxdə mebel altında gizli işıq olacaq. İşığın söndürüb yandırmasında iştirak edəcək və burada bizdə soba yerləşir. Sobanın demək birbaşa işdən xətti gətirilib və 50 sm yerdən 50 sm bu və digəri də hamısı 50 sm-dandır və bu hissə mərkəzi 120-dir.
aspirator demək 180 santimdadır. 180 santim aspirator xətti və burada gizli işıq üçün bir tane xətti çıxarılmışdır. İnşallah mebel quraşdırılandan sonra onu biz mebelin içərisinə aspirator tərəfindən daxil edəcək, quraşdıracaq. Demək, bu hissədə bizdə yerləşir qaz detektoru xətti. Qaz detektoru burada demək pitaniyasını birbaşa şitdən götürmüşdür və digər xətt isə siqnal kabel klapanı demək qaz klapanına bağlamaq üçün və bu hissədən çölə daxil olur. Çölə çıxan xəttimiz bu hissədəndir. Qaz sayğacına gedən xətt. Və digər qonşu otaqdan, böyük yataq otağından bura gətirilən qapı üstü demək plafon üçün işıqlanma xəttidir. İşıqlanma xətti bayaq qeyd etdiyim ki, buradan Huawei xətti qalxır, çölə çıxış edir və digər isə pitaniya xətti. Demək, yerdən 50 sm rozetka və bu fıçadır. Burada yer gedən xəttimiz isə kombi xəttidir, birbaşa işdən gətirilib. Demək, bu hissədə zal nəzərdə tutulub. Zalda demək, burada TV stand olacaq. TV üçün TV blok xətti, TV və internet xətti çəkilmişdir. Bir də pitaniya və əlavə olaraq demək, TV standin sağ və sol hissəsində gizli işıqlar nəzərdə tutulub. Gizli işıqlar üçün bura xətt gətirilib. Stand alçıpanla yığılacaq. Alçıpan yığılan zaman bu hissəyə xəttləri paylanacaq və həmin xəttlər burada çəkilib burada saxlanılır. Onu da burada saxlamanızın səbəbi demək, divarın içində qalarsa alçıpan hissəsi belə deyək, xətti yaranma ehtimalı riski ola bilər. Yəni olmasın deyə biz xətti burada saxlamışıq. Həmin alçıpanın arxası ilə bura çəkiləcək. Və bu hissədə zalda yerləşir 50 sm digər rozetkamız. Demək, evdə olan bütün rozetkalarda torpaqlama xəttləri vardır. Demək, bura bizdə texnik otaq sayılır. Texnik otaqda burada bizdə fotoğraf yerləşir. Rozetkası mərkəz 50 sm-da. Bu hissədə qardırob olacaq. Qardırobda içində LED işıqlanma olacaq. LED işıqlanmanın tanesi bu hissədə yerləşir. Layihə üzrə burada verilib. Demək, burada yenə də 50 sm-da bizdə əlavə rozetka nəzərdə tutulub. İşıqlanma açılacaq və daim işıqlanma sırada olacaq. Burada bir halojen işıqlanma nəzərdə tutulur. 2 ədəd spotda. Demək, uşaq otağı da bura. Uşaq otağında giriş mıqırcatı ilə 90 sm rozetka, 50 sm hər ikisi. Demək, 96'dır, 50 sm mərkəz. Şitdən birbaşa xəttimiz gəlir və buradan paylanır. Bir ədəd burada divarda rozetkamız var və demək, bu hissənin girişlə otağın iki yataq çarpayın arasında Huawei xəttimiz var. Demək, burada işıqlanmada nəzərdə tutulub. Bu hissədə 2 ədəd spot layihə üzrə. Demək, layihədə 2 ədəd spot var və burada verilmiş dizayn əsasən spotların bütün kabelləri hamısı çəkilmişdir və 2 palageniya spot xətti, 1 palageniya bu hissəyə xətt gətirmişik. Ayrıca əgər lazım olsa dejurn işıq kimi yanmalı və
Bu hissədə isə 3 balajiniya bağlayan xəttimiz çəkilmişdir. Demək, burada olacaq çarpayın yanındakı rozetkalarımız. Həmin rozetkalar yerdən 65 sm hündürlükləri. Burada olacaq rozetka qurcatı. Bu hissədə olacaq rozetka və 110 sm-da digər rozetka. Bu hissədə bizim 50 sm-da rozetkamız təyin olunub və 110 sm-da digər rozetkamız təyin olunub. Və otağın giriş tərəfində divarda 50 sm-da da digər rozetka təyin olunmuşdur. İşıqlanma üçün xəttlərimiz bu hissədən qalxır.